Bugün Nobel Sülh Mükafatının laureatının adı belli oldu. Mükafatı alan Talibanın hedefinde olan Pakistanlı Malala Yousafzai'dir. Məlaləni dünya 2012-ci ilin oktyabrında tanımışdı. Onda o balaca məktəbli qız təhsil hüquqlarını müdafiə etdiyi üçün Taliban hərəkatının tərəfindən təzyiqlərə və silahlı hücuma məruz qalmışdı. Nobel Sülh Mükafatı üçün ötən il bukmeykerlərin əsas favoriti Malala Yousafzai idi. 16 yaşlı Pakistanlı qız qadınlar arasında təhsil məsələlərini təbliğ etdiyi üçün Talibanın silahlı hücumuna məruz qalmış və ağır yaralanmışdı. Onu hətta Ağ Evdə ABŞ prezidenti Barack Obama öz ailə üzvləri ilə birlikdə qəbul da etmişdi. Amma bukmeykerlərin hesablamaları özünü doğrultmadı. Nobeli Malala yox, Suriyada kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilat qazandı. Amma sən demə, hər şeyin zamana ehtiyacı varmış. Malala Yousafzai bu il Nobeli qazanmaqla həm də Nobel mükafatı tarixi dövründə ən gənc laureat adında qazandı. Onunla birlikdə Hindistanlı bir fəal da Sülh mükafatına layiq görüldü. 60 yaşlı Kailash Satyarthi Hindistanda uşaq əməyindən istifadəyə qarşı ötən ilin 90-cı illərindən bəri mübarizə aparıb və uşaqların təhsil alması üçün çalışıb. Məlumatlara görə o bugünə qədər 80 mindən çox uşağa azadlıq verilməsinə nail olub. Xatırladaq ki, Nobel mükafatı 1901-ci ildən verilir. O vaxtdan ta bugünə qədər 25 təşkilat və 100 nəfər sülh mükafatı ilə təltif edilib ki, onlardan da 15-i qadındır. Mükafatlar dekabrın 10-da Alfred Nobelin ölümünün il dönümündə təqdim ediləcək.